Hər birinizi salamlayıram, hər birinizi xoş gördük. Bugün inşallah yeni bir dərsimizin izahını verəcək. İzahı başlamazdan əvvəl xatırlatma olaraq deyim ki, kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, like etməyi və rəy yazmağı unutmayın. İnşallah ki, dərsimiz hər biriniz üçün xoş olar. Bu günləri seçdiyim mövzu coğrafi koordinatlar mövzusudur. Coğrafi koordinatlar mövzusunu belə coğrafiyada necə istifadə olunur coğrafi koordinatlardan, coğrafi koordinatlarla hesablama əməliyyatları necə aparılır, onlara baxacaq. Məsələn, yer kürəsində hər hansı bir obyektin yerini təyin etmək üçün qlobus və xəritələrdə eninə və uzunluğuna çəkilmiş xətlərdən istifadə olunur. Yəni, obyekt harada yerləşir, onu təyin etmək üçün eninə və uzunluğuna çəkilmiş xətlərdən istifadə olunur. Həmin bu xətlər coğrafi koordinatlar adlanır. Eninə və uzunluğuna çəkilmiş xətlər dedik. Eninə və uzunluğuna çəkilmiş xətlər. Həmin bu xətlər cəminə deyirlər coğrafi koordinatlar. Eninə çəkilmiş xətlər paralellər adlanır. Məsələn, görürsünüz bu şəkli. Eninə, yəni soldan sağa çəkilmiş xətlər paralellər adlanır. Soldan sağa çəkilmiş xətlərə deyirlər paralellər. Yuxarıdan aşağıya çəkilmiş xətlər isə meridianlar adlanır. Deməli, soldan sağa çəkilmiş xətlər paralellər, yuxarıdan aşağı çəkilmiş xətlər isə meridianlar adlanır. Gördüyünüz bu şəkildə görürsünüz ki, paralel və meridianların hamısı təsvir olunub. Yəni, paralel meridianlar kəsişir. Paralel və meridianların kəsişməsinə yaranan bu şəbəkəyə isə dərəcə toru deyirlər. Dərəcə toru. Deməli, dərəcə toru nə oldu? Qlobus və xəritədə paralel və meridianların kəsişməsindən yaranan şəbəkə dərəcə toru adlanır. Yəni, dərəcə toru dedikdə paralel plus meridian hamısının kəsişməsindən, yığcamından əmələ gələn bir şəbəkə dərəcə toru adlanır. Paralellər nə oldu? Qlobus və xəritələrdə eninə çəkilmiş xətlər, soldan sağa çəkilmiş xətlərdir. Meridianlar isə yuxarıdan aşağı çəkilmiş xətlərdir. Bütün meridianların uzunluqları bir-birinə bərabərdir. Yəni, bu meridian, hamısı, bütün meridianların uzunluğu bir-birinə bərabərdir. Ancaq paralellərin uzunluğu bir-birinə bərabər olmur. Niyə? Çünki yer kürə formasındadır. Əgər yer silindr formasında olsaydı, lori qaydada desəm, normal bir stəkanı xatırlayın. Stəkan silindr formasındadır. Yer əgər silindr formasında olsaydı, onda bütün paralellərin uzunluğu eyni olardı. Ancaq yer kürə formasında olduğu üçün paralellər mərkəzdən kənarlara doğru paralellərin uzunluğu artır. Ona görə deyilir ki, paralellərin uzunluqları müxtəlifdir, mərkəzdən kənarlara doğru azalır. Ancaq meridianların uzunluqları eynidir. Çünki şimal qütbündən cənub qütbünə qədər olan məsafələr yerin istənilən nöqtəsində eynidir. Ona görə meridianların uzunluğu həmişə eyni olur. İndi gəlin baxaq görək ekvator nədir? Ekvator sözünün mənası tənbölən deməkdir. Ekvator sözünün mənası tənbölən deməkdir. Yəni, ekvator yerin tən ortasından çəkilən xəttdir. Yerin tən ortasından çəkilən xəttdir ekvator. Sözünün mənası tənbölən deməkdir. Yerin tən ortasından çəkilən xəttdir. Yəni, ekvatordan ən yuxarıya qədər məsafə, bir də bu aşağıdakı məsafə. İkisi də bir-birinə bərabərdir. Tən ortadan çəkilən xətt ekvator adlanır. Ekvatorda sözünün mənası tənbölən olur. Ekvator ən uzun paraleldir. Görürsünüz, ekvatordan kənarlaşdıqca paralellər qısalır. Məsələn, bu paralel ekvatordan daha qısadır. Bu, ondan da qısadır. Bu, lap qısa, qütüblərə doğru getdikcə qısalır. Onda deyilir ki, ekvator ən böyük paraleldir ekvator. Paralellərin ən böyüyü ekvatordur. Coğrafi qütüblər nədir? Coğrafi qütüblərə baxaq. Coğrafi qütüblər yerdə iki istiqamət var, qütüblər istiqamətində. Şimal və cənub istiqamətləri var. Yuxarıya şimal istiqaməti deyəcək, aşağıya cənub istiqaməti deyəcək. Yəni, ekvatordan yuxarı şimal istiqaməti, ekvatordan aşağı cənub istiqaməti. Coğrafi qütüblər şimal və cənub istiqamətlərinin bitdiyi ən son nöqtələrdir. Yuxarıda qeyd etdiyim nöqtəyə şimal coğrafi qütbü deyəcək, qeyd olunubdur. Aşağıda qeyd etdiyim nöqtəyə isə bu nöqtə, aşağıda qeyd etdiyim nöqtə isə cənub coğrafi qütbü adlanacaqdır. Bu isə cənub
coğrafi qütbü adlanır. Deməli, şimal istiqamətinin bitdiyi ən maksimal nöqtə şimal coğrafi qütbü adlanır, ən aşağı uc nöqtə isə cənub coğrafi qütbü adlanır. Coğrafi qütblər haqqında nə deyə bilərik? Coğrafi qütblər yerin hərəkətsiz nöqtələridir deyə bilərik. Coğrafi qütblər yerin hərəkətsiz nöqtələridir. Coğrafi qütblər hərəkətsiz nə deməkdir? Əslində hərəkət eləyir. Sadəcə nöqtə olduğu üçün çevrə cızmır. Bir nöqtə olduğu üçün çevrə cızmır. Ona görə şərti olaraq yerin hərəkətsiz nöqtələri qəbul edirlər. Yəni çevrə cızmayan nöqtələr. Hərəkətsiz deyərkən yəni çevrə cızmayan nöqtələr anlamına gəlir. Coğrafi qütblər ekvatordan eyni məsafədə yerləşir. Yəni əksini desək, ekvator coğrafi qütblərdən tən ortada yerləşir. Coğrafi qütblərə başqa digər xüsusiyyət deyə bilərik ki, coğrafi qütblər yerin o nöqtəsidir ki, yerin xəyali oxunun yer səthi ilə kəsişdiyi nöqtələrdir. Yerin xəyali oxu nədir? Yerin xəyali oxu məhz bu oxdur. Şimal qütbündən təsəvvür edin, yerə bir ox sancır. Bu ox yerin gedib nüvəsindən keçir, cənub coğrafi qütbündən çıxır. Həmin bu oxa deyirlər yerin xəyali oxu. Yerin xəyali oxunun yer səthi ilə kəsişdiyi nöqtə. Bir bu nöqtə, bir də bu nöqtə. Yerin xəyali oxunun yer səthi ilə kəsişdiyi nöqtələrə deyirlər coğrafi qütblər. Deməli, ekvator nə oldu? Ekvator yerin tən ortasından çəkildi. Yerin tən ortasından çəkildi. Meridian yuxarıdan aşağı çəkilmiş xətlər oldu. Paralellər soldan sağa çəkilmiş xətlər oldu. İndi gəlin görək meridianlarda yarımkürələr necədir? Meridian, başlanğıc meridian Greenwich meridianıdır. Greenwich meridianı. Başlanğıc meridian. Bu 0 dərəcə meridiandır. Bu meridiana deyirlər Greenwich meridianı. Greenwich meridianı meridianların dərəcə qiymətinin başlandığı yerdir. Burada təsvir olunubdur Greenwich meridianı. Meridianların başlanğıc yeridir Greenwich meridianı. Greenwichdən sağa doğru şərq yarımkürəsi adlanır. Greenwichdən sola doğru qərb yarımkürəsi adlanır. Sağa doğru şərq yarımkürəsi, sola doğru qərb yarımkürəsi adlanır. Ekvatordan yuxarı şimal dedik, aşağı cənub dedik. Greenwichdən sağa doğru şərq yarımkürəsi, sola doğru qərb yarımkürəsi. Greenwichə 0 dərəcəli meridian deyirlər. Yəni sağa doğru şərq yarımkürəsi nə demək? Məsələn, 30 dərəcə şərqi qeyd etmək istəyirəm. Greenwichdən sağa doğru bir xətt çəkəcəm, yazacağam ki, 30 dərəcə şərq uzunluğu. Şərq uzunluğu. Məsələn, qərb uzunluğu qeyd etmək istəyirəm. Məsələn, tutaq ki, 100 dərəcə qərb uzunluğu. Greenwich meridianı sola doğru yazacağam 100 dərəcə, yazacağam qərb uzunluğu. Məsələn, 30 şimalı qeyd etməliyəm. Onda ekvatora baxacağam. Şimal dedik ki, ekvatordan yuxarıdır. 30 şimal. Yuxarıdan xətt çəkəcəm, yazacağam 30 dərəcə şimal endiyi. 30 dərəcə şimal endiyi. Məsələn, 40 cənub. Aşağıdan, ekvatordan aşağıdan xətt çəkəcəm, yazacağam 40 dərəcə cənub endiyi. 40 dərəcə cənub endiyi. Coğrafi koordinatlar, bütün bu işlədiyimiz bu rəqəmlərin cəminə deyirlər coğrafi koordinatlar. Məhz bunlar da coğrafi koordinatlar. Başlanğıc meridian Greenwich oldu. Paralellərin başlanğıcı isə ekvator oldu. Yəni ekvator 0 dərəcədir. Paralellər ekvatordan başlayaraq qiymətləndirilir. İndi gəlin görək coğrafi koordinat geniş anlamda nə deməkdir? Coğrafi koordinat bərabərdir coğrafi enlik plus coğrafi uzunluq. Coğrafi uzunluq. Coğrafi enlik və coğrafi uzunluq cəminə deyirlər coğrafi koordinatlar. Coğrafi enlik deyərkən şimaldırmı, yoxsa cənubdurmu? Ona baxırsınız. Coğrafi uzunluq deyəndə qərbdirmi, yoxsa şərqdirmi? Ona baxırsınız. Deməli, coğrafi enlik deyəndə şimaldırmı, yoxsa cənubdurmu? Ona baxırsınız. Coğrafi uzunluq deyəndə qərbdirmi, yoxsa şərqdirmi? Ona baxırsınız. Coğrafi enlik və coğrafi uzunluğun da cəminə coğrafi koordinatlar deyilir. Məsələn, tutaq ki, qeyd eləmək istəyirəm. Bakının koordinatlarını bilirəm. 40 şimal, 40 dərəcə şimal enlik. 50 dərəcə şərq uzunluğu. Bunu xəritədə qeyd etmək istəyirəm. Onda nə edəcəm? Birinci ekvatoru çəkəcəm. Birinci şimalı qeyd etmək istəyirəm. Şimal cənub ekvatora nəzərən qeyd olunur. Birinci ekvatoru çəkəcəm, yazacağam 0 dərəcə enlik. Sonra 40 şimal. Demişdik ki, şimal ekvatordan yuxarı. Ekvatordan yuxarıya yazacağam 40 dərəcə şimal enlik. Aşağıdan çəkmirəm. Aşağıdan çəksəm yanlış olar. Aşağı cənub yarımkürəsidir. Yuxarı şimal. 40 şimal. 50 şərqi qeyd etmək istəyirəm. Qərb-şərq coğrafi uzunluqdur. Coğrafi uzunluqda dedik ki, Greenwichə əsasən qeyd olunur. Yəni başlanğıc Greenwichdir. Başlanğıc
uzunluğu qeyd edəcəm. 0 dərəcə coğrafi uzunluq. 50 şərq deyirsək, girinmişdən sağa qeyd edəcəm. Girinmişdən sola qərbdir, girinmişdən sağa şərq. Yazacam 50 dərəcə şərq uzunluğu. Bu da bizim Bakımızın koordinatıdır. Üzürlü sayını silindir. Deməli, 40 dərəcə şimal enliyi oldu ekvator. 50 dərəcə şərq uzunluğu. Bu bizim Bakımızın koordinatlarıdır. 40 şimal, 50 dərəcə şərq uzunluğu. Deməli, bir də təkrar edirik. Coğrafi koordinat nə oldu? Coğrafi eniş və coğrafi uzunluğun cəmi oldu. Coğrafi eniş deyirsə, şimal cənub buna bağırsız. Coğrafi uzunluq deyirsə, qərb şərq ona bağırsız. Da götürüb, məsələn, 50 dərəcə şərq uzunluğu. Götürüb ekvator çəkib yuxarıya 50 dərəcə şərq uzunluğu yazmayın. Şərq qərb deyirsə, girinviçi çəkib, şərq deyirsə, sağa qeyd edirsiniz, qərb deyirsə, sola qeyd edirsiniz. Şimal cənub deyirsə, ekvator çəkirsiniz, şimal deyirsə, yuxarıdan qeyd edirsiniz, cənub deyirsə, aşağıdan qeyd edirsiniz. Gəlin indi coğrafi enlik və coğrafi uzunluğun təriflərinə baxaq. Görək 30 dərəcə şərq uzunluğu deyəndə nə başa düşürük? Ucundur, əlinizlə qaldırın. Necə? Qaldırmaq istəyirsiniz? Bəli. Onda ki, tərsən qələmi vurun, əlinizlə qaldırın. Parmağınızın ucuna qaldırın. Məsələn, bu dedik ki, Greenwich meridianı, başlanğıc meridianı. Məsələn, 30 dərəcə şərq uzunluğu, elə Bakını götürək. Bakını yox, Bakı 50 dərəcə. Bakını götürək, 50 dərəcə şərq uzunluğu, 40 dərəcə şimal enliyi. 50 dərəcə şərq uzunluğu, 40 dərəcə şimal enliyi. Bu bizim Bakımızın koordinatlarıdır. Gəlin baxaq görək, 40 şimal, 50 şərq nə deməkdir? Coğrafi enliyə tərif verir. Məsələn, 40 şimal o deməkdir ki, ekvatordan Bakıya qədər məsafə 40 dərəcədir. Yəni 40 şimal bu xəttin üzərində 40 şimal yazıb. Uşaqlar elə bilirlər ki, bu xəttin uzunluğudur 40 şimal. Xeyr, 40 dərəcə bu xəttin uzunluğu deyil. 40 dərəcə ekvatorla Bakı arasındakı məsafədir. Dərəcələrlə qiymətidir 40 dərəcə. Yəni coğrafi enlik 40 dərəcə o deməkdir ki, ekvatordan Bakıya qədər məsafə 40 dərəcədir. Onda coğrafi enliyə necə tərif verək? Ekvator ilə verilmiş nöqtədən, bu nöqtədən keçən paralellər arasında qalan, görürsünüz, paralellər arasında qalan meridian qövsünün uzunluğuna coğrafi enlik deyilir. Bu məsafə nədir? Hər hansı bir meridianın uzunluğudur. Yəni yuxarıdan aşağı çəkilmiş hər hansı bir xəttin, yəni 50 dərəcə şərq uzunluğu meridianın bir parçasıdır. Paralellər arasında qaldı. Ekvator ilə verilmiş nöqtədən keçən paralellər arasında qalan paralellər. Gördünüz, iki paralel arasında qaldı. 0 dərəcə paralel, 40 dərəcə paralel. Paralellər arasında qalan meridian qövsünün, bu meridian qövsünün uzunluğuna, bu kiçik xəttə deyirlər coğrafi enlik. Bir də deyirəm, ekvator ilə verilmiş nöqtədən keçən paralellər arasında qalan meridian qövsünün uzunluğuna, yəni meridian qövsünün bir parçasına deyirlər coğrafi enlik. Yəni 40 dərəcə şimal enliyi bu kiçik məsafəni göstərir. Gəlin indi baxaq görək 50 dərəcə şərq uzunluğu nə deməkdir? 50 dərəcə şərq uzunluğu oldu ki, Greenwichdən Bakıya qədər bu məsafənin dərəcələrlə qiyməti 50 dərəcədir. 50 dərəcə şərq uzunluğu deyəndə götürüb bu xəttdə demirsiniz ki, bu xəttin uzunluğu 50 dərəcədir. Greenwichdən Bakıya qədər olan bu məsafə 50 dərəcə şərq uzunluğudur. Onda coğrafi uzunluğun tərifi necə olur? Greenwich ilə verilmiş nöqtədən keçən, meridianlar arasında qalan paralel qövsünün, bu paralel qövsünün uzunluğuna bir hissəsinə deyirlər coğrafi uzunluq. Coğrafi uzunluq. Bir də deyirəm tərifi. Deməli, 50 dərəcə şərq uzunluğu nə deməkdir? Greenwichdən Bakıya qədər məsafə 50 dərəcə, dərəcələrlə qiyməti. Deməli, Greenwich ilə, yuxarıdan aşağı, Greenwich ilə verilmiş nöqtədən keçən meridianlar arasında qalan, bu meridian, iki meridian arasında qalan paralel qövsünün, bu paralel qövsünün uzunluğuna deyildi coğrafi uzunluq. Coğrafi enlik və coğrafi uzunluğun da cəminə dedik ki, coğrafi koordinatlar. Dedik ki, bütün meridianların uzunluğu bir-birinə bərabərdir.
Amma bütün paralellərin uzunluğu bir-birinə bərabər deyil. Niyə? Çünki yer kürə formasında oldu. Yer kürədir. Ən böyük paralel ekvator. Artıq qütblərə yaxınlaşdıqca paralellərin uzunluğu qısalmış oldu. Onda 1 dərəcəlik, gəlin indi meridian və paralel qövsünün uzunluğunun hesablanması qaydasına baxalım. 1 dərəcəlik qövsün uzunluğu. Məsələn, ekvatorun həqiqi uzunluğu 40.076-dır. Ekvator çevrəsinin həqiqi uzunluğu 40.076-dır. Gəlin görək, 1 dərəcəlik qövsün uzunluğu nə qədərdir? 1 dərəcəlik meridian qövsünün uzunluğu həmişə eynidir. Niyə? Çünki bütün meridianların uzunluğu eyni olur. Amma 1 dərəcə paralel qövsünün uzunluğu həmişə eyni deyil. Niyə? Çünki yer kürə formasında olur. 1 dərəcəlik paralel qövsünün hesablanması qaydasına baxalım. Məsələn, ekvator üzərində. Ekvator üzərində 1 dərəcə paralel qövsünün uzunluğu necə hesablanır? Ekvatorun ümumi uzunluğu 40.076-dır. Yəni ekvator çevrəsi. Bu çevrə. Bu xətti kənardası. Bu çevrənin uzunluğu 40.076 kilometrdir. Və bütöv çevrə də neçə dərəcədir? 360 dərəcə. Onda tənasüb qura bilərsiniz. 360 dərəcəyə 40.076 kilometr uyğundursa 1 dərəcəyə neçə kilometr uyğundur? X kilometr. Buradan da 362 bərabərdir 40.076-ya, x də bərabərdir 40.076-nı bölürsünüz 360-a, bu da eləyəcəkdir 111,3 kilometr. Deməli, ekvatorda 1 dərəcəlik qövsün, yəni paralel qövsün uzunluğu 111,3 kilometrdir. Gəlin indi ekvatordan qütblərə doğru 1 dərəcəlik paralel qövsünün dərəcələrindən qiymətinə baxaq. 1 dərəcə paralel qövsünün kilometrlərindən qiymətinə bax. Dedik ki, yer kürədir, ekvatordan qütblərə doğru paralellər qısalır. Demək ki, 1 dərəcəlik qövsün də uzunluğu qısalacaqdır. Eyni qayda ilə, məsələn, tutaq ki, 10 dərəcə şimal enliyində tapmaq istəyirsənsə, 10 dərəcə enlikdə paralelin hər uzunluğu neçədirsə, onu böləsən 360-a. Həqiqi uzunluğu 360-a bölməklə tapılır. Amma məsələlərimizdə hər dəfə bölmə əməliyyatı aparıb vaxt itirməmək üçün cədvəl üzrə bunu əzbərləməliyik. Məsələn, 10 dərəcədə 1 dərəcəlik qövsün uzunluğu nə qədərdir, 20 dərəcə enlikdə nə qədərdir? Bunları bir-bir əzbərləməliyik. Məsələn, ekvatorda, yəni 0 dərəcə enlikdə dedik ki, 111,3 kilometr oldu. Məsələn, 10 dərəcə enlikdə 1 dərəcəlik qövsün uzunluğu 109,6 kilometrdir. Sonra 20 dərəcə enlikdə 104,6 kilometrdir. 30 dərəcə enlikdə 96,5 kilometrdir. 40 dərəcə enlikdə, yəni Bakımızın yerləşdiyi enlikdə 85,4 kilometrdir. 50 dərəcədə 71,7 kilometrdir. Bu qayda ilə davam edir. Artıq 90 dərəcədə 0 kilometrdir. Niyə? Çünki artıq 90 dərəcə enlik coğrafi qütb deməkdir. Yəni nöqtə deməkdir. Nöqtənin də uzunluğu olmaz. Ona görə coğrafi qütbdə 0 kilometrdir. 60 dərəcədə 55,8, 70 dərəcədə 38,2, 80 dərəcədə 19,4 kilometr, 90 dərəcədə 0 kilometr. Bunları əzbər olaraq əzbərləməliyik. Çox zaman möhtərizədə yazır, məsələlərdə möhtərizənin içərisində verir. Amma verməsə əzbər bilməliyik ki, məsələlərimizi hesablaya bilək. İndi məsələ qaydalarına keçək. Məsələlərə keçməmişdən əvvəl bir qaydanı izah edeyim. Məsələn, coğrafi koordinatları verilmiş məntəqələr arasında həqiqi məsafənin, yəni kilometrlərlə məsafənin hesablanmasına baxaq. Məsələn, coğrafi koordinat veribdir, Bakını verib 40 şimal 50 şərq. Digər məntəqə verib, məsələn, 40 şimal 20 qərb. Deyir ki, bu məntəqələr arasında həqiqi məsafəni kilometrlərdən tapın. Qayda necədir? Məntəqələr eyni paralel üzərində ola bilər. Eyni paralel. Yaxud eyni meridian üzərində ola bilər. Eyni paralel yaxud eyni meridian üzərində ola bilər. Yəni, müxtəlif paralel, müxtəlif meridian üzərində yerləşən nöqtələri çox zaman verirlər. Artıq o, Pifagor teoreminə gedir, kökaltıya gedir, o məsələlər riyaziyyatda istifadə olunan şeydir. Coğrafiyada ya eyni paralel üzərində yerləşir, yaxud eyni meridian üzərində yerləşir. Qayda 1. Əgər məntəqələr eyni yarımkürə üzərində eyni yarımkürədə yerləşərsə, koordinatlar fərqi tapılır.
koordinatlar fərqi tapılır. İndi misallar deyəcəm hamısını. Əgər müxtəlif yarımkürələrdə yerləşərsə, o zaman koordinatlar cəmlənir. Məsələn, tutaq ki, ekvator. Məntəqəmizin biri 40 şimaldır, biri də 20 cənubdur. Məsələn, tutaq ki, 30 dərəcə şərq uzunluğu. 40 şimal, 20 cənub. Bu məntəqələr müxtəlif yarımkürədə yerləşir. Onda bu məntəqələr arasındakı dərəcə fərqini tapmaq üçün 40-ın üzərinə 20 gəlin. 40-ın üzərinə 20 gəlin bərabərdir 60 dərəcə. Bu müxtəlif yarımkürədə olur. Amma eyni yarımkürədə olarsa, məsələn, biri 40 şimaldır, biri də 10 dərəcə şimaldır. 40 şimal, 10 şimal. Artıq bu eyni yarımkürə. Eyni yarımkürədədirsə 40-dan 10-un çıxın. 40-dan 10-un çıxın bərabərdir 30 dərəcə. Dərəcə fərqini tapmaq qaydası budur. Artıq biz dərəcə fərqini tapdıq. Məsələn, tutaq ki, 40 şimal 20 cənub eləyir. Tapdıq ki, 40 plus 20 bərabər 60 dərəcə. A, B məntəqələri arasında 60 dərəcə fərqi var. İndi gəlin dərəcə fərqindən kilometr fərqinə keçək. Dərəcə fərqindən kilometr fərqinə keçmək üçün onda nə edirik? 1 dərəcəlik paralel yaxud meridian qövsünün uzunluğuna vururuq. Əgər bu hesablamamız meridian boyu hesablamadırsa, onda 1 dərəcəlik meridian qövsünün uzunluğuna vururuq. 1 dərəcəlik meridian qövsünün uzunluğunu da tapmaq üçün 40.009 kilometri bölürsən 360-a, 360 dərəcə. Və yaxud 20.000 kilometri bölə bilərsən 180 dərəcə. İkisində də cavab alınır. 1 dərəcəlik meridian qövsünün uzunluğu da bərabərdir həmişə 111,1 kilometr. Onda bu məntəqələrimiz meridian boyu olduğu üçün 40 plus 20 60 oldu. Meridian boyu olduğu üçün 60'ı burasız 111,1'e. 60'ı burasız 111,1'e bərabərdir 6666 kilometr. 6666 kilometr. Onda AB arasındakı kilometrlərlə məsafə deyəsiniz ki 6666 kilometrdir. İndi gəlin fərqli məsələyə baxaq. İndi elə məntəqələr götürək ki, onlar eyni paralelin üzərində olsun. Məsələn, 40 dərəcəlik paralel üzərində iki məntəqə götürürəm. A məntəqəsi, bir də B məntəqəsi. A məntəqəsinə yazıram 20 dərəcə qərb uzunluğu, burada olsun primlisimiz. B məntəqəsinə də yazıram 30 dərəcə şərq uzunluğu. A, B arasındakı həqiqi məsafəni, yəni kilometrlərindən məsafəni soruşur bizdən. Ondan baxıram, görürəm ki, A qərbdir, B şərqdir. Müxtəlif yarımkürədə olanda koordinatları cəmlə demişik. Onda fərqi tapmaq üçün 30 dərəcənin üzərinə 20 dərəcəni gəlirəm 50 dərəcə. A ilə B-nin arasında dərəcə fərqi ilə 50 dərəcə. İndi 50 dərəcəni vurmalıyam 1 dərəcəli paralel yaxud meridian qövsünün uzunluğuna. Meridian qövsünün uzunluğu dəyişmir. Həmişə 111,1 kilometr. Paralel qövsünün uzunluğu dəyişir. Bayaqları hamısında cədvəl üzrə yazdıq. İndi baxıram görüm bu hesablamam paralel boyu hesablamadır yoxsa meridian boyu hesablamadır. Paralel boyu hesaplamadırsa 1 dərəcəlik paralel qövsünün uzunluğuna vuracam. Meridian boyu hesaplamadırsa 1 dərəcəlik meridian qövsünün uzunluğuna vuracam. Baxıram ki, AB paralelin üzərində yerləşir. Yəni 40 dərəcə paralelin üzərində yerləşir. Paralelin üzərində yerləşdiyi üçün demək ki, bu paralel boyu hesablamadır. Onda mən paralelin 1 dərəcəlik, 40 dərəcəlik enlikdə 1 dərəcəlik qövsün uzunluğuna vuracam. 40 dərəcəlik enlikdə 1 dərəcəlik qövsün uzunluğu da 85,4 kilometrdir. Cədvəldə hamısı da var. 85,4 kilometr. Onda mən tapdığım bu 50 dərəcəni vurmalıyam 85,4 kilometre. Tapdığım bu həqiqi məsafə, məsələn tapdım 2000 kilometr. Bu həqiqi məsafə bizim A ilə B-nin arasındakı kilometrlərlə məsafəmizdir. Deməli, qayda necə oldu? Eyni paralel yaxud eyni meridian üzərində yerləşə bilər. Və koordinatlara baxırıq. Əgər koordinatlarımız eyni yarımkürədə yerləşirsə, hər ikisi şimaldır, hər ikisi cənubdur, yaxud hər ikisi qərbdir, hər ikisi şərqdir. Eyni yarımkürədə yerləşirsə, koordinatlar fərqini tapır. Yox, müxtəlif yarımkürədə yerləşirsə, koordinatlar cəmini tapır.
biri şimal, biri cənubdursa cəmlə. Eyni yarımkürədə yerləşirsə fərqini tapırsan. Yəqin ki, hər birinizə aydın oldu.